Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike la. Ve eşhedü enne Muhammeden abduhu ve rasulü ve ba'd. Değerli Müslümanlar, okuyacağımız kitabın mevzusu tevhiddir. Ve tevhid Allah'ın kulları üzerine vacib ettiği en birinci vaciblerden biridir, esasıdır. Ve çünkü insan ve cinlerin yaradılış gayesidir tevhid. Allah Subhanahu ve Teala Ez-Zariyat suresi 6. ayda buyurur ki: "Ve ma halaktul cinne vel insa illa liya'budun." Mən insan və cinləri yalnız mənə ibadət etmələri üçün yaratmışam. Yəni bu ayənin icmalı mənası odur ki, Allah Teala bu ayədə bizə xəbər verir ki, o insan və cinləri yalnız özünə ibadət üçün yaradıb. Və eləcə də həmçinin Allah Teala bu ayədə bizə insan və cinlərin yaradılışının əsas hikmətini bizə bəyan edir. Bu ayədən hansı faydaları götürürük? Ən birinci ayə bizə bəyan edir ki, tövhid vacibdir. Allah Subhanahu ve Teala'nın ibadette tekleştirmək vacibdir. Çünkü insan ve cin buna göre yaradılıb. Ve həmçinin bu ayədə Allah Subhanahu ve Teala insan ve cinin yaradılışının hikmətini bəyan edir bizə. Eləcə də Allah Subhanahu ve Teala bu ayədə bizə bəyan edir ki, o xalikdir və ibadətə layiqdir. Ondan qeyriləri isə məxluqdur. Heç biri ibadətə layiq deyirlər. İstər büt olsun, istər seyid olsun, ocaq olsun, pir olsun və nə olursa olsun, Allah'tan qeyriləri ibadətə layiq deyirlər. Həmçinin bu ayə bizə bəyan edir ki, Allah Subhanahu ve Teala'nın məxluqata ehtiyacı yoxdur və bütün məxluqat Allah'a möhtacdır. Çünki o xalikdir, bizlər isə məxluquq. Eləcə də bu ayə Allah Azze ve Celle'nin feillərinin hikmətini bizə bəyan edir və isbat edir. Esselamu Aleyküm və Rahmetullahi və Barakatuhu.